gündüzlərini gecəyə qatıblar. Bu yolda usanmayıblar deyinə qabağı gediblər. İndi bir ibrətli misal gətirəcəm. Hansı ki, hamımız onu tanıyırıq və hamımız onu Fatih kimi tanıyırıq. Ki, o Fatihdir. Kimdir o? Salahaddin Əyyubi. Rahiməhullah, Allah ondan razı olsun. Hamımız onu ki, necə tanıyırıq? Qudüsün Fatihi kimi. Və həqiqətən də o Qudüsün Fatihidir. Qudüsü o fəth edib. Ancaq misal çəkmək istəyirəm, qısa misal çəkmək istəyirəm, onun həyatı uzundur. O bu yola necə gəlib çatdı? Gəlin bir baxaq. O Hiddin döyüşündə qalib gəlir. Xristiyanlara qalib gəlir. Xristiyanların ordusunu məğlub eləyir və Qudüsü fəth eləyir. Yaxşı, Hiddin döyüşündən qabaq gəlin biraz əvvələ gedək. Görək hansı döyüş olub? Ramlə döyüş olur. Salahaddin Əyyubinin ordusu ilə Xristiyanların ordusu üz-üzə gəlir. Və Salahaddin Əyyubinin ordusu, müsəlman ordu darmadağın olur. Darmadağın. Elə vəziyyət alınır ki, Salahaddin Əyyubinin ətrafında 5 nəfər qalır. Qalan hamısı qaçır müsəlmanların. Deyir, gözümüzü açdıqda gördü ki, ordu var, müsəlmanlardan 5 nəfər var. Bir də Salahaddin Əyyub. Heç kəs qalmayıb müsəlmanlar. Ramlə döyüşündə. Və deyir, düşmənlərdən biri Salahaddin Əyyubin ayağından vurdu. Salahaddin Əyyubi huşunu itirdi. Yəni, ayağından pis yaralanır. Biz də deyir, tez onu deyir, atın belinə qoyub, ata vurduq ki, arxa cəbhəyə qayıtsın. Və at arxaya qaçmağa başladı. Sonra biz də qaçdıq, qurtulduq. Və döyüş müsəlmanların ağır məğlubiyyəti ilə başa çatdı. Müsəlmanlar məğlub oldular. Uduzdular. Xristiyanlar qalib gəldi. Deyib, biz Salahaddin Əyyubini axtardıq. Sonra bütün orada düşüb səhrada Salahaddin Əyyubini axtardıq. Tapa bilmədik. Sabahsı gün axşam biz onu Sina səhrasında qayanın dibində tapdıq. Və biz ona yaxınlaşdıqda Salahaddin Əyyubi ölümcül haldaydı. Qızdırmadan yanırdı, danışa bilmirdi, huşunu itirmişdi və yarası da çirk olmuşdu. İnfeksiya qapmışdı, qanqren olur. Deyir, tezdir, həkim ona yaxınlaşdı. Onun möcüzə sayəsində biz onu həyata qaytardıq. Həmin o hadisədən sonra, elə həmin o yaralanmadan sonra Salahaddin Əyyubi axsamağa başlayırdı. Ömrünün axırına qədər Salahaddin Əyyubi axsaq gəzir. Yəni, normal gəzə bilmirdi. Və o qurtuluşu möcüzə sayəsində olur. Çünki çox pis yaralanır. Hətta onun şeyxi var. Şeyxi deyirdi ki, Allah Taala səni öldürmədi. Ola bilsin Allah Taala sənin əlinlə elə bir şey eləyəcək ki, ona görə səni yaşatdı. Yoxsa sənin həyatda qalmağın mümkün deyildi. Yəni, mümkünsüz bir şeydir. Ola bilsin ki, Allah Taala sənin əlinlə hansısa bir işi reallaşdıracaq. Hətta bunu kitabda yazılar, şeyxi belə deyirdi ona. Salahaddin Əyyubun ordusu məğlub olur. Darmadağın olur. Uduzurlar. Salahaddin Əyyubi neyinir? Allahın qədəridir, uduzduq, qaçaq, başımıza aşağı. Yox, həvəsdən düşmür. Təzədən ordu yığır. Təzədən ordu yığır. Və Qahirədən, təzədən, yəni düzdür, vaxt gedir. Ondan sonra təzədən ordu ilə xristiyanlarla müharibəyə gəlir. Və bu zaman Əfulə döyüşü olur. Əfulə döyüşü. Yenə də Salahaddin Əyyubi ağır məğlubiyyət alır. Müsəlmanlar yenə də uduzurlar. Və Salahaddin Əyyubi məcbur qalaraq xristiyanların qoyduğu şərtlərə razılaşaraq sülhə imza atır. Müsəlmanlar məğlub olurlar. Yenə də məğlub olurlar. Salahaddin Əyyubinin ordusu məğlub olur. İllər keçir. Salahaddin Əyyubi ordu yığır təzədən. Gedir,
ərf üstü döyüş olur. Yenə də müsəlmanlar məğlub olurlar. Salahaddin Əyyubin ordusu məğlub olur. Yəni biz bugün onu Qüds Fatihi kimi tanıyırıq. Bugün biz onu hamımız Fatih kimi tanıyırıq. Ancaq onun gəldiyi yolu oxumuruq. Bu insan üçüncü böyük döyüşdən də məğlubiyyətlə ayrılır. Ancaq insan həvəsdən düşmür. Həvəsdən düşmür. Qayıdır Qahirəyə, yenə ordu yığır. Ancaq bu dəfə müsəlmanlar ondan ümidini üzüblər, inanmırlar. Elə də böyük ordu yığa bilmir. Artıq başlayır balaca dəstələrlə vuruşmağa. Düzdür, böyük xristiyanların böyük ordusu ilə vuruşmur. Yəni, onların da kiçik dəstələri ilə vuruşur. Və ardı-ardına qələbələr qazanmağa başlayır. Və yavaş-yavaş insanlar ona inanmağa başlayırlar. Və nəhayət 1187-ci ildə elə bir ki, Qudüsün qapısı onun üzünə açılır. Ondan qabaq Hittin döyüşü olur. Və demək olar ki, taktika sayəsində, yəni onların, xristiyanların ordusu, müsəlmanların ordusundan qat-qat güclü olur. Salahaddin Əyyubinin zəkası sayəsində, orada bəzi, yəni, dərs uzun danışmayaq, taktikası sayəsində müsəlmanlar qalib gəlirlər. Allah Teala onu Qüdsün Fatihi kimi izzətləndirir. Həmin o tacı o başına qoyur. Və müsəlmanlar Qüdsü azad edirlər. 88 il sonra. 88 il sonra Qüdsü azad elədikdə orada bir dənə də olsun müsəlman olmur. Xristiyanlar hamısını qırırlar. Hətta xristiyanlar Yahudiləri belə qırırlar. Ancaq həmin müamiləni Salahaddin Əyyubi kafirlərə qarşı eləmir. Xristiyanlara qarşı eləmir. Onların əminamanlıqla Qüdsdən çıxmasına belə şərait yaradır. Bu günlərin fikir verin, Salahaddin Əyyubiyə xristiyanlar belə hörmətlə yanaşırlar. Bu günlərin nə qədər qeyri-müsəlmanlar onun barəsində kitab yazıb. Nəyə görə? Çünki insan ədalətli insan olub. İnsan işinin peşəkarı olub. Ona görə. Bir misal çəkim, yəni uzundur. O, xristiyan dünyasının ona hörmət elədiyi səbəblərdən biri o olur ki, həmin o döyüşlərdən birində İngiltərə kralı Richard olur. Yəni, müsəlmanlara qarşı vuruşur, Salahaddin Əyyubin qabağında olur. Müsəlmanlar vurur, onu atdan salırlar. Richard'ı. Amma o özünə görə böyük sərkərdə olur və kral olur. Salahaddin Əyyubi ona at gətirir və ona verir ki, deyir, sənin kimi bir cəngavər, yəni yerdən vuruşmamalıdır. Çıx atdan deyir, vuruş. Yəni, o qədər ədalətli insan olur. Çünki özü də qoşunun başında olur, özü də atda vuruşur. Ona görə ona da at verir ki, sən də atdan vuruşmalısan. Bu cürə ədalətli insan olur. Hətta onlar Qüdsə daxil olanda, o salib yürüyüşünü eləyəndə, xaç yürüyüşünü eləyəndə, orada bütün məscidləri dağıtmışdılar. Bütün müsəlmanları qırmışdılar. Ancaq Salahaddin Əyyubi orada olan kilsələri belə saxlayır, toxunmur. Yəni, o cürə ədalətli olub. Fikir verin, Salahaddin Əyyubi necə həvəsdən düşmədi? Və Allah Teala da ona bu böyük əzəmətli fəthi verdi. Hansı ki, biz hamımız bu günlərin balaca uşaqdan da soruşsan ki, Qüdsü kim alıb? Deyəcək Salahaddin Əyyubi. Ancaq onun o çeşmə-çeşli yolunu biz oxumuruq. Biz müsəlmanlar o yolda oxumalıyıq. Biz müsəlmanlar o cürə insanların həyatını oxuyub, onlar necə həvəsdən düşmədilərsə, biz də həm dünya işində, həm axirət işində belə həvəsdən düşməməliyik, can yandırmalıyıq. Və Allah Subhanahu Taala'dan istəyirəm ki, bizi işte faydalananlardan eləsin. Və sallallahu aleyhi və səlləm Muhammed və alə alihi və sahbihi ecmaîn.